xoş gəlmisiniz. Gəlin görək bugün ulduzlar bizə nələr vəd edir. Səyahətimiz başlayır, arxaya yaslanın və dinləyin. Qoç. Salam, əziz qoçlar. 2 iyun tarixində bir qədər səbirli olmaq sizin üçün ən vacib şərtdir. Dünənki o yüksək tempidən sonra bugün bəzi işlərinizin yavaşladığını və ya insanların sizi tam anlamadığını hiss edə bilərsiniz. Belə anlarda aqressiv reaksiyalar verməkdən qaçın və sakitliyinizi qoruyun. Günün ikinci yarısında maliyyə məsələləri ilə bağlı yeni fikirlər ortaya çıxa bilər, büdcənizi yenidən gözdən keçirmək üçün əla vaxtdır. Axşam saatlarında isə idmanla məşğul olmaq və ya açıq havada qısa bir gəzinti gərginliyinizi tamamilə yox edəcək. Buğa. Salam, əziz buğalar. 2 iyun sizin üçün ünsiyyət və şəxsi inkişaf baxımından olduqca məhsuldar bir gün olacaq. Özünüzü ifadə etmək, fikirlərinizi qarşı tərəfə çatdırmaq bugün sizə çox asan gələcək. Əgər ürəyinizdə qalan, kiməsə demək istədiyiniz sözlər varsa, məhz bugün o cəsarəti özünüzdə tapacaqsınız. İş həyatında yeni təlimlər, kurslar və ya fərqli məlumatlar diqqətinizi çəkə bilər. Gün ərzində qərar verərkən məntiqinizlə bərabər, daxili səsinizə də qulaq asmağı unutmayın. Sevgi həyatınızda isə kiçik və xoş sürprizlər sizi gözləyir. Əkizlər. Salam, əziz əkizlər. 2 iyun biraz özünüzə qapanmaq və daxili dünyanıza səyahət etmək istəyəcəyiniz bir gündür. Həmişəki sosial və səs-küylü mühitlərdən uzaqlaşaraq, yalnız qalmağa və fikirlərinizi toplamağa ehtiyac duya bilərsiniz. Bu, qətiyyən depressiv bir hal deyil, sadəcə ruhunuzun dincəlməyə ehtiyacı var, gizli qalmış bəzi məsələlər və ya sirlər bugün aydınlana bilər. Özünüzə vaxt ayırın, meditasiya edin və ya sadəcə sevdiyiniz bir kitabı oxuyaraq dincəlin. Enerjinizi bərpa etmək üçün bu sakitlik sizə çox yaxşı təsir edəcək. Xərçəng. Salam, əziz xərçənglər. 2 iyun dostlarınızla, sosial çevrənizlə bir arada olacağınız, gələcək planlarınızı müzakirə edəcəyiniz çox aktiv bir gündür. İdeallarınıza çatmaq üçün ətrafınızdakı insanların dəstəyini tam olaraq hiss edəcəksiniz. Birlikdə işləmək, komanda şəklində layihələr həyata keçirmək üçün şanslı bir zamandasınız. Yeni tanışlıqlar sizə gələcəkdə fərqli qapılar aça bilər. Lakin dostluq münasibətlərində maddi məsələləri bir-birinə qarışdırmamağa diqqət edin. Axşam saatlarını daha çox gələcək xəyallarınızı quraraq və müsbət enerjilərə köklənərək keçirin. Şir. Salam, əziz şirlər. 2 iyun karyeranızın, iş həyatınızın və cəmiyyət içindəki mövqeyinizin ön planda olacağı bir gündür. Rəhbərliklə münasibətlərdə diqqətli olmalı, peşəkarlığınızı hər addımda sübut etməlisiniz. Üzərinizə götürdüyünüz məsuliyyətlər arta bilər, amma siz o güclü iradənizlə bunun öhdəsindən layiqincə gələcəksiniz. Bugün atacağınız addımlar gələcək statusunuza birbaşa təsir edə bilər, ona görə də qərarlarınızı yaxşı ölçüb biçin. İş stresini evə yansıtmamağa çalışın, ailənizlə daha xoş və anlayışlı davranmaq günün yorğunluğunu çıxarmağa kömək edəcək. Qız. Salam, əziz qızlar. 2 iyun yeni mədəniyyətlər kəşf etmək, üfüqünüzü genişləndirmək və təhsillə bağlı yeniliklər etmək üçün möhtəşəm bir gündür. Sıxıcı və rutin işlərdən qaçmaq, fərqli mövzulara baş vurmaq istəyəcəksiniz. Xarici ölkələrlə əlaqələr, səyahət planları və ya hüquqi məsələlərlə bağlı gözlədiyiniz müsbət bir xəbər bugün gələ bilər. Fikirlərinizi müdafiə edərkən olduqca inandırıcı olacaqsınız. Sadəcə xırda detallara çox ilişib qalmayın, böyük mənzərəyə fokuslanmaq sizə daha çox fayda verəcək. Yeniliklərə açıq olun. Tərəzi. Salam, əziz tərəzilər. 2 iyun ortaq maliyyə məsələləri, miras, kredit və ya başqaları ilə bölüşdüyünüz resurslarla bağlı mövzuların diqqət mərkəzində olacağı bir gündür. Maddi sıxıntıları aradan qaldırmaq üçün fərqli strategiyalar qura, xərclərinizi yenidən nəzərdən keçirə bilərsiniz. Eyni zamanda psixoloji baxımdan da dərin bir dönüşüm içindəsiniz, köhnə vərdişlərdən və ya sizə fayda verməyən münasibətlərdən qurtulmaq üçün güclü bir iradə nümayiş etdirəcəksiniz. Bugün qorxularınızla üzləşməkdən çəkinməyin, daxili gücünüz sizi hər cür sınaqdan uğurla çıxaracaq. Əqrəb. Salam, əziz əqrəblər.
2 iyun bütün diqqətinizi ikili münasibətlərə, evliliyə və ya işgüzar tərəfdaşlıqlara yönəldəcəyiniz bir gündür. Mən deyil, biz deməyi öyrənməli, egonuzu bir kənara qoymalısınız. Qarşı tərəfin fikirlərinə hörmətlə yanaşmaq, empatiya qurmaq problemlərin həllində ən böyük köməkçiniz olacaq. Əgər həyatınızda kimsə yoxdursa, bugün yeni və ciddi bir tanışlıq ehtimalı olduqca yüksəkdir. Şəxsi sərhədlərinizi qoruyaraq, eyni zamanda sevgi və anlayışla hərəkət edin. Balans yaratmaq uğurunuzun sirridir. Oxatan. Salam, əziz oxatanlar. 2 iyun sağlamlığınız, qidalanma tərziniz və gündəlik iş rejiminizlə daha yaxından maraqlanmalı olduğunuz bir gündür. Son zamanlar bədəninizi çox yormusunuzsa, bugün mütləq ona ehtiyacı olan istirahəti verməlisiniz. İş mühitində nizam-intizam yaratmaq, stolunuzu və ya sənədlərinizi qaydaya salmaq iş məhsuldarlığınızı artıracaq. Ətrafınızdakı insanlara xidmət etmək, onlara kömək etmək istəyiniz arta bilər, lakin özünüzü tamamilə fəda etməməyə diqqət edin. Günü yüngül bir şam yeməyi ilə yekunlaşdırmaq sizə xeyir edəcək. Oğlaq. Salam, əziz oğlaqlar. 2 iyun həyatın əyləncəli və rəngarəng tərəflərini kəşf edəcəyiniz, sevinç dolu bir gündür. İçinizdəki uşağı sərbəst buraxın, hobbilərinizə vaxt ayırın və sizi xoşbəxt edən fəaliyyətlərlə məşğul olun. Romantika və eşq həyatınızda qığılcımlar yarana bilər, sevdiyiniz şəxsə hisslərinizi ifadə etmək üçün ən doğru zamandır. Əgər övladlarınız varsa, onlarla keçirəcəyiniz vaxt sizə böyük bir pozitiv enerji verəcək. Ciddi işləri və ağır məsuliyyətləri bir kənara qoyub, sadəcə anı yaşamağın dadını çıxarın. Dolça. Salam, əziz dolçalar. 2 iyun eviniz, ailəniz və şəxsi həyatınızla bağlı mövzulara fokuslanacağınız bir gündür. Evdə təmir işlərinə başlamaq, əşyaların yerini dəyişmək və ya sadəcə ailə üzvləri ilə səmimi bir süfrə arxasında əyləşmək istəyə bilərsiniz. Kökünüzə, keçmişinizə bağlılıq hissiniz bugün daha güclü olacaq. Özünüzü ən təhlükəsiz və rahat hiss etdiyiniz yer məhz evinizdir. Ailə daxilində ola biləcək kiçik mübahisələrdə güzəştə getməyi bacarın. Evin hüzurunu qorumaq bugün sizin əsas vəzifənizdir. Balıq. Salam, əziz balıqlar. 2 iyun fikirlərinizin olduqca sürətli, tələsik və hərəkətli olacağı bir gündür. Yaxın qonşular, qohumlar və ya bacı-qardaşlarla ünsiyyətiniz arta bilər. Qısa məsafəli səfərlər, ard-arda gələn telefon zəngləri və mesajlar başınızı qata bilər. Öyrənmək, yeni məlumatlar toplamaq üçün zəkanız çox itidir. Bütün bu qarışıqlıq içində önəmli sənədlərə imza atarkən və ya kiməsə söz verərkən 2 dəfə düşünməyi unutmayın. Sözlərinizin gücündən istifadə edərək bugün bir çox qapalı qapıları aça bilərsiniz. Bugünlük bu qədər. Ümid edirik ki, ulduzların işığı yolunuzu hər zaman aydınlatsın. Gözəl bir gün keçirməyiniz diləyi ilə hələlik.